Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba rayon İcra Hakimiyyətinin, Quba Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü, 10 mart Azərbaycan Milli Teatr Günü və 11 mart Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Habelə milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşir qızının iştirakı ilə görkəmli yazıcı dramaturq Əli Səmədlərin Toya bir gün qalmış tamaşası da nümayiş etdirilib. Bəşir Səfəroğlunun 100 illiyinə həsr olunmuş tədbirlərin birincisi öz yerində, öz yurdunda, öz vətənində, öz həmyerliləri ilə olacaq Bəşir Səfəroğlu və mən belə fikirləşdim ki, yəni onun ruhu şad olar. Çünki o çox həddindən ziyadə vətənpərvər, öz millətini sevən, öz yerini, yurdunu heç vaxt danmayan bir insan idi. O həmişə Bəşir Səfəroğlu Bakıda doğulsa da, biz Bakıda doğulsa da, bizim kökümüz Qubadandır. Ona görə biz həmişə Qubalıyıq. Ata tərəfim Qubalıdır. Biz o Qubalı sözünü heç vaxt yaddan çıxartmayaq. Hətta burada evimiz də var. Yəni onu demək istəyirəm ki, mənim üçün böyük bir şərəfdir ki, bu günləri Bəşir Səfəroğlu ruhu öz Qubalılarla görüşəcək. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, təhsil, mədəniyyət işçiləri, gənclər və tələbələr, həmçinin rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib. Gözəl bir tamaşa ilə gəlmişik Quba torpağında, Qubada Qubalıları bir daha sevindirmək üçün, gülüş bəxş etmək üçün. Çox gözəl tamaşadır. Mən bir daha Qubalılara deyirəm, şirin dilli Qubalılar, şirin ləhcəli Qubalılar, üzünüzdən gülüş, təbəssüm əskik olmasın. Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşınınsa bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işlərlə məşğul olmaqdansa toy hazırlıqlarını davam etdirir. Günümüzün reallıqlarını əks etdirən toya bir gün qalmış tamaşası gülməli olduğu qədər də tamaşaçını düşünməyə vadar edir. Quba mənim üçün çox doğma bir şəhərdir, çünki mən tez-tez gəlib gedirəm bu şəhərə, amma bu günləri bambaşqa bir hissləri, çünki bugün biz artıq Quba tamaşaçısının qarşısına çıxacaq və bu gözəl tamaşa ilə çıxış eləyəcək və təbii ki, bizim baş rolun ifaçısı, bizim gözəl gülüş ustamız Afaq Bəşir qızı ilə yəni bir səhnəni bölüşmək doğrudan mənim üçün fəxirdir və böyük bir məsuliyyətdir. Tamaşadan sonra Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tarel İbrahimov çıxış edərək kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda Afaq Bəşir qızı yaradılan şəraitə görə rayon rəhbərliyinə, tamaşaçılara və şəhid ailələrinə, habelə tədbirin ərsəyə gəlməsində xidmət olan hər kəsə minnətdarlığını bildirib. Çingiz Qədimli üçün Şuşalı Qafqaz TV üçün.